Hamımıza müraciət edən Fərid bəy, çox xahiş etdik ki, sabahdan mən xəstəxanaya yerləşirəm. Gəlib çəkib ictimailəşdirəsiniz məni. Buyurun Fərid bəy, danışın, özünüzü təqdim edin. Salam, hər vaxtınız xeyir olsun. İlk öncə bütün izləyiciləri salamlayıram. Bütün xalqımı, millətimi salamlayıram. Mən Məmmədov Fərid Nizamoğlu, 5 il 4-cü ay 1991-ci ildə Ağdam rayonundan anadan olmuşam. Hal-hazırda Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 79 saylı peşəsinin yataqxanasında yaşayıram. Mən 1-8-ci ay 2023 tarixində Abşeron rayonu Mehtabad qəsəbəsində yerləşən kabel zavoduna əmək müqaviləsi ilə usta vəzifəsinə işə düzəldim. 9 avqust 2023 tarixində iş vaxtı saat 4 radələrində pres aparatın nasaz işlədiyinə görə sağ biləyimdən ağır xəsarət aldım, əmək qabiliyyətimi itirdim. Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hospitalında ağır əməliyyat keçirtdim. Bu 9 avqust 2023 tarixdən bu tarixə kimi, 2026-cı tarixə kimi mən iş rəhbərindən nə maddi, nə mənəvi dəstək görmədim. Mən insanlıq cəhətdən maddi və mənəvi dəstək görməkdən iş rəhbəri Əhmədli Nazir Surxayoğlu tərəfindən şər, böhtanlar, bəhanələrlə uğraşdım. Amma buna baxmayaraq, dövlətimiz var olsun, bu bədbəxt siyasətinə görə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Əmək Müfəttişinə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Ombudsman rəhbərliyinə, Prezident Administrasiyasına, hətta belə Ədliyyə Nazirliyinə də öz şikayətimi bildirmişəm ki, mən ağır iş qəzası keçirtmişəm, haqsızlıq içində yaşayıram, mənə dəstək lazımdır. Hal-hazırda mənim sağ biləyim işləmir, əmək qabiliyyətimi itirmişəm, heç bir yer işdə qəbul eləmir. Əmək və Əhalinin Sosial Müdafiə Naziri sağ olsun da bu əlimlə mənə 3-cü qrup əlilliyi verir. Hal-hazırda mənə 180 manat müavinət alıram bu əlimlə. Əmək müfəttişinə, məşğulluq mərkəzinə, 4 nömrəli dost mərkəzinə də müraciət edirəm ki, mən işləməliyəm, mənim də dolanma haqqım var. İşlə də bağlı müraciət edirəm, mənim də işlə təmin edən yoxdur. Keçən ayın 14-ü əmək yarmarkasına yönəltdilər. Getdim mən əmək yarmarkasına yararlandım, tanış olduğum işlərlə, yalan olmasın 300-400-ə yaxın iş müəssisələri var idi. O 300-400-ə yaxın iş müəssisələri mənim işləyə biləcəyim, bacardığım iş tapdım orada, amma məni işə götürmədilər. Dedilər ki, bu əlinlə sən necə işləyə bilərsən, nə cür işləyə bilərsən. İndi mən buradan səsləyirəm bütün dövlətimizin orqanlarına, əsasla Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə. Mən bir gəncəm, bir Azərbaycan vətəndaşıyam, bir əlil vətəndaşam. Mən necə bu əlinlə dolana bilim? 180 manatla hansı gənc, hansı vətəndaş dolana bilər? İndi mən tələbim odur ki, mənim heç olmaya məhkəmə var olsun. Məhkəmə mənim xeyrimə rayon məhkəməsi olub, Abşeron rayon məhkəməsi olub, apellyasiya məhkəməsi olub, ali məhkəməsi olub. Bu 3 məhkəmə mənim xeyrimə olub. 10.120 manat sağlanma dəymiş ziyan ödənməsinin tələbi yazılıb. Amma yenə də iş rəhbəri Əhmədli Nazir Surxayoğlu öz bəhanələrindən qalmayaraq istəyir ki, mənim həyatım, taleyim puç olsun, ödəməyərək, o ödənişi ödəməyərək Binəqədi rayon icra şöbəsi bu ödənişi onun pensiya kartına, bir də maaş kartına yönəldilir. Amma faktdır ki, mənim əlimdə sənətim var ki, mənim DTX-nın hospitalı var olsun. Mənə ambulator kağız yazıb ki, mənim hal-hazırda əməliyyata ehtiyacım var, fizioterapiya ehtiyacım var. Məbləği də qeyd olunub ki, 6500 manat məbləğində mən əməliyyata ödəniş etməliyəm. Bu ödənişi məhkəmə var olsun, 10.120 manat ödəyib. Bu, ey Əhmədli Nazir, ey iş rəhbəri, özünə alim, professor, dövlət Heydər Əliyev ordenindən tərtib olunan şəxs. Lap yaxşı, bizim fəxrimizsən, lap gözəl. Amma ki, mənim sizin işçiniz
Siz alim ola bilərsiniz, profil siz ola bilərsiniz. Mənim taleyim puç olmalıdır. Mən şikəst qalmalıyam mən. Buradan səsləyirəm Əhmədli Nazir Surxayoğlu iş adamı, iş rəhbərimə, Əhmədli Nazir Surxayoğlu şəxsinə. Mənim taleyim, əlim çürüyür, sağlamlığı, heç nəyə fikirləşmirəm, dolanışıb fikirləşmirəm. Bir dənə sağlamlığımı fikirləşirəm. Bax, siz mənim taleyimlə oyun oynayırsınız. Hissə ödəniş edir. Heç özü də öz xoşundan da ödəmir, onun maaşından qardı. Mən nə vaxta kimi gözləməliyəm 400-500 manat ayda pul köçməlidir. Mən manat yığıb mən əməliyyatımın pulunu ödəməliyəm ki, mənim əlim çürüməsin. Mənim əlimin inkişafı gedir. Bunu heç iş rəhbəri də başa düşmür. Ədliyyə Nazirinə də şikayətimi bildirmişəm ki, bu ödəniş niyə hissəsi ödənilir? Məhkəmə var olsun. Məhkəmə bunu tam ödəniş qeyd edib. Niyə? Ədliyyə Nazirinin müavini Mübariz müəllimin qəbuluna da düşmüşəm. Qəbulun nəticəsi yazılıb ki, inzibati həbs verməlidir. Belə elə maşının axtarışa verilib. Bu da əməl olunmur. Mən nə vaxta kimi gözləməliyəm? Mən kimə dərdimi deyim, qurban olum sizə. Mən buradan bütün orqanlarına, dövlətimiz var olsun, dövlətimizin bütün orqanlarına müraciət edirəm. Əsas da Ədliyyə Nazirliyinə müraciət. Mən özüm ədliyyənin əskəri olmuşam, nümunəvi əskəri olmuşam. Ədliyyənin nümunəvi 2008-ci ilin ədliyyənin nümunəvi əskərlərindən biri olmuşam. Əsas da mənim burada müraciətim bizim cənab prezidentimiz, Ali Baş Komandamız cənab İlham Əliyevə müraciət edirəm. Bir əlil vətəndaşı kimi, bir haqqa hüququ taftalanmış bir vətəndaş kimi, bir məcburi köçkün vətəndaş kimi buradan birbaşa efir vasitəsilə cənab prezidentimə səslənirəm ki, bu bədbəxt iş hadisəsini tapşırıq verilsin ki, bu mənim məsələmə, problemə bütün orqanlar ciddi yanaşılsın. Əsas da Ədliyyə Nazirliyi, əsas da Binəqədinin icra şöbəsi. Mənim müqaviləm ola-ola, iş müqaviləm ola-ola mən bu vəziyyətdə qalmışam. Mən heç bir yerdə heç bir yerdə işləyə bilmirəm, heç bir yer işə götürmür məni. Ancaq məni hər səhər kredit borclarım çoxdur deyəm. 3 ildən çoxdur, heç bir yerdə işləyə bilmirəm, gəlir yoxdur. Ancaq kredit müəssisələri, bankdan, problemli bir şöbədən, icradan zəng edirlər ki, kredit yox. Bu əllə mən necə kreditimi ödəyə bilim? Demirəm, mənim kreditimi ləğv edin. Mənə işdən təmin edin. Mənim sağlamlığım əldən gedir. İş rəhbəri Əhmədli Nazir Surxayoğlu'nda heç vecinə deyil. Heç zəng edib mənlə heç əlaqə saxlamır. Buradan ona görə də birbaşa cənab prezidentimizə müraciət edirəm. Dəyərli izləyicilər, xatırladım ki, Fəridgilin ailəsi Ağdam qaçqınlarında 35 ildir bu yataqxanada olurlar. Yataqxana da bərbad haldadır. Buyurun, özünüzü təqdim edin. Məmmədov Nizami Hüseynoğlu. Atasıyam. Siz nə deyə bilərsiniz? Mən deyə bilərəm ki, bu oğluma mən kömək, biz təqaüdçü adamlarıq, özümüzdə yaşadığımız yer, belə yerdə yaşayırıq. 35 ildir burada, bu yerdə yaşayırıq. Mən buna kömək istəyirəm. Bundan kömək istəyirəm. Başqa şey istəmirəm. Fərid bəyin anası da buradadır. Xanım, özünüzü təqdim edin. Məmmədov Rəna, Tehran qızı. Rəna xanım, siz nə deyə bilərsiniz? Mən onu deyə bilərəm ki, mənim bu evladımın sağlamlığını təmin eləsin. Bax, 3 ildir mənim bu evladım əziyyət çəkir. Nə günlərə qalıb, valla. Onun haqqında bir şey fikirləşsinlər də, belə olmaz. Hələ bu 3 ildə bir dəfə ondan maraqlanmayıblar. Heç bir şey maraqlanmayıblar. Oldu. Fərid bəy, buradan müraciətinizi edin. Müraciətim ancaq və yalnız mənim Ali Baş Komandama, cənab prezidentimə, Ali Baş Komandama, cənab İlham Əliyevə, bizim vitse-prezidentimiz Mehriban xanıma birbaşa efir vasitəsilə müraciət edirəm. Bax, bu vəziyyətlə bir gənc şikəst vətəndaş kimi, haqqı hüququ taftalanmış bir vətəndaş kimi, bir qaçqın vətəndaş kimi sizdən müraciət edirəm ki, nə olar, cənab prezidentim mənə dəstək olun. Oldu, dəyərli izləyicilər. Fərid bəyin etirazını bildiniz. 3-cü qrup əlildir. Heç yerdə işləyə bilmir, gənc oğlandır. Kanalımıza abunə olun, paylaşın ki, belə haqsızlıqlar olmasın.
İzlədiyiniz üçün təşəkkür edirəm.